Belki de haklıydın evlilik münasebətlərində. Belki de özünü haklı hesab edirdin. Ama boşandıktan sonra bu sana imkan vermir ki uşaqlar üzerinden karşı tarafta intikam alasan. Bu emosyonal zorakılıqdır. Uşaqları seçim qarşısına bırakmaq, onları karşı tarafın sevgisindən məhrum etməyə çalışmaq, münasibətlərini bağlamaq, aralarına pərdə və sədd çəkmək, danışmağa veya görüşməyə qoymamaq, uşaqların qəlbində qarşı tərəfə qarşı kin və nifrət toxumları səpmək, səndəki intiqam duyğuları keçəcək, amma uşaqdakı travmalar heç vaxt keçməyəcək. Necə ki, bəlkə sən də üzərində hər hansı bir travmalar daşıyırsan ki, onların səbəbkarını bəlkə də valideynlərində və ya uşaqda yaşadığın hər hansı bir şeylərdə görürsən. Atan və ya anan səni istəmir demək, sizi tərk edib getdi demək. Uşaq üçün böyük bir yükdür.